Lev Tolstoy, İvan İliçin ölümü. 1-ci hissə. Böyük məhkəmə binasında keçirilən Melvinsklərin işi üzrə iclasa fasilə veriləndə, Hakimlər Palatasının üzvləri və prokuror İvan Yeqoroviç Şebekin kabinetində bir araya gəldilər. Burada söhbət məşhur Krasovski cinayət işindən düşdü. Fyodor Vasilyeviç bu cinayət işinin məhkəməlik olmadığını sübut edərək hiddətlənir, İvan Yeqoroviç öz mövqeyindən geri çəkilmir, Pyotr İvanoviç isə lap əvvəldən bu mübahisəyə qoşulmayıb. Yenicə gəlmiş Vedomosti qəzetini gözdən keçirirdi. "Cənablar," o birdən dedi. "İvan İliç ölüb axı." "Doğrudan?" O, təzə mürəkkəbi qurumamış qəzeti Fyodor Vasilyeviçə ötürüb, "Budur, özünüz oxuyun," dedi. Qəzetdə qara haşiyə içində yazılmışdı. Praskovya Fyodorovna Golovina öz sevimli həyat yoldaşı, məhkəmə palatasının üzvü İvan İliç Golovinin 4 fevral 1882-ci il tarixdə vəfat etdiyini dərin hüznlə doğmalara və tanışlara xəbər verir. Dəfn mərasimi cümə günü günorta saat 1-də keçiriləcək. İvan İliç bura toplaşanların iş yoldaşı və sevimlisi idi. Neçə həftə idi ki, xəstələnmişdi. Deyilənə görə sağalmaz bir xəstəliyə tutulmuşdu. İşdə onun yerinə hələ heç kim təyin edilməmişdi. Amma gözlənilirdi ki, bəd ayaqda bu vəzifəyə Alekseyev gətirilə bilər. Alekseyev isə ya Vinnikov ya da Ştabil əvəz edər. Beləliklə, İvan İliçin vəfatından xəbər tutan bu cənabların hər birinin ağlından keçən ilk fikir bu ölümün onların, eləcə də tanış-bilişlərin və ya palata üzvlərinin vəzifə yerdəyişmələrinə necə təsir edəcəyi oldu. Fyodor Vasilyeviç düşündü. Yəqin, indi Ştabilin və Vinnikovun yerini mən tutacam. Bunu mənə çoxdan söz veriblər. Bu isə dəftərxana xərclərindən başqa 800 rubl əlavə maaş deməkdir. Pyotr İvanoviç isə fikirləşdi. Qaynımın Kaluqadan yerini dəyişdirib buraya gətirilməsindən ötürü indi xahiş etməyim lazımdır. Arvadım buna çox sevinəcək. Bu iş baş tutsa, bir də heç vaxt onun doğmalarına əl uzatmadığımı dilinə gətirməz. Mən bilirdim ki, o bir daha yataqdan qalxmayacaq, deyə Pyotr İvanoviç dilləndi. Heyf, dərdi nə idi görəsən? Həkimlər də başa çata bilmədi. Daha doğrusu, hərəsi bir söz dedi. Axırıncı dəfə onu görəndə yaxşılaşacağını düşünürdüm. Mən isə bayram günlərindən bəri ona baş çəkə bilmədim. Çox cəhd elədim. Onun var dövləti, mal-mülkü vardımı? Məncə, yoldaşının azdan paradan vardır. Amma deyəsən çox cüzi. Gedib baş çəkmək lazımdır. Amma çox uzaqda yaşayırlar. Yəni demək istəyirsiniz ki, sizin evdən uzaqdadır. Onsuz da hər yer sizə uzaqdır. Pyotr İvanoviç Şebekə gülümsənərək, çayın o biri sahilində yaşamağımı mənə bağışlaya bilmirsiniz, dedi. Onlar şəhərdə bəzi yerlərin bir-birindən necə uzaq olmasından danışdılar və məhkəmə iclasına getdilər. Bu ölüm hər birinin zehnində mümkün xidməti vəzifə yerdəyişmələri ilə bağlı yaratdığı düşüncələrdən başqa, həm də onun rəhmətə qovuşduğunu eşidən yaxın həmkarlarının hamısında adətən belə məqamlarda olduğu kimi qəribə bir sevinç hissi oyatdı. Yaxşı ki, ölən odur, mən deyiləm. Onların hər biri, o necə də öldü, amma mən sağam kimi düşüncələrə, hisslərə qapıldı. İvan İliçin dostu sayılan bu yaxınları indi həm də çarəsizcəsinə çox cansıxıcı və kədərli olan cənazə törəninə qatılmaq, sonra da mərhumun dul qadınına başsağlığı vermək üçün onu ziyarət etmək kimi üzərlərinə düşən mənəvi borcu ödəmək barədə düşünürdülər. İvan İliçin ən yaxın dostları Fyodor Vasilyeviç və Pyotr İvanoviç olmuşdu. Pyotr İvanoviç onunla hüquqşünaslıq məktəbində yoldaşlıq etmişdi və özünü İvan İliçə borclu sayırdı. Nahar süfrəsi arxasında qadınına İvan İliçin ölüm xəbərini və artıq qaynının buraya köçürülməsinin mümkünlüyünü xəbər verən Pyotr İvanoviç dincəlmək üçün uzanmadı. Frakını geyinib mərhumgilə yollandı. İvan İliçin evinin qabağında bir kareta və 2 fayton dayanmışdı. Üstü güləbətinlə işlənmiş tabutun zərxaralı qotazlı qapağını aşağıda asılqanın yanına söykəmişdilər. Qara geyimli 2 qadın kürklərini soyunurdu. Pyotr İvanoviç onlardan birini tanıyırdı. Bu, İvan İliçin bacısı idi. O birini isə tanımırdı. İş yoldaşı Şvars yuxarıdan enirdi. Gələnin kim olduğunu görüncə pilləkənin başında dayanıb ona göz vurdu. Sanki bununla işarə etdi ki, İvan İliç heç yaxşı iş görmədi. Amma biz sizinlə indi buradayıq. Həyat davam edir.
Şvartsın İngilis bakınbarlı sifəti və frak geyindiyi arıq bədəni həmişəki kimi ona zərif bir ciddiyyət verirdi. Digər tərəfdən, şux ovqatına zidd olan bu ciddiyyət ona xüsusilə ədalı göstərirdi. Hər halda Pyotr İvanoviçə belə gəldi. Pyotr İvanoviç xanımları özündən irəli buraxıb, arxalarınca yavaş-yavaş pilləkənlə qalxmağa başladı. Şvarts aşağıya enmədi, üst pillədəcə dayandı. Pyotr İvanoviç onun məqsədini anladı. Görünür, bundan sonra harda qumar oynamaq barədə məsləhətləşmək istəyirdi. Xanımlar pilləkəndən mərhumun dul qadın olan otağa buruldular. Şvarts isə dodaqlarını ciddi şəkildə bir-birinə sıxaraq, oynaq baxışları və qaşlarının hərəkəti ilə Pyotr İvanoviçə sağ tərəfə dönməyi, meyit olan otağa girməyi işarə etdi. Pyotr İvanoviç belə hallarda nə eləmək lazım olduğunu bilməyən adamlar kimi çaşqınlıq içində içəri girdi. Bir şey dəqiq bilirdi ki, bu məqamda xaç çəkmək heç nəyə maneçilik törətmir. Baş endirməyin lazım olub olmadığına gəldikdə isə o buna arxayın değildi. Odur ki, orta mövqe tutdu. Otağa girib xaç çəkməyə başladı və sanki baş endirirmiş kimi yüngülvari irəli əyildi. Əllərinin və başının imkan verdiyi qədər otağa göz gəzdirdi. Deyəsən, mərhumun qardaşı oğulları olan 2 cavan və bir gimnaziya şagirdi xaç çəkərək otaqdan çıxırdılar. Bir qarı hərəkət etmədən ayaq üstə durmuşdu. Çatma qaşları qəribə tərzdə dartılmış bir xanım isə onun qulağına nəsə pıçıldayırdı. Uzun əbalı kilsə xadimi dünyada olan bütün ziddiyyətləri rədd edirmiş kimi ucadan və əzmlə nəsə oxuyurdu. Bufetdə xidmətçi işləyən mujik Gerasim döşəməyə nəsə səpə-səpə Pyotr İvanoviçin önündən xırda addımlarla keçib getdi. Bunu görən Pyotr İvanoviç meyitin yüngülcə iyləndiyini dərhal hiss elədi. O İvan İliçin yanına sonuncu dəfə gələndə bu adamı onun otağına görmüşdü. Xəstəyə qulluq göstərirdi və mərhumun bu mujikə xüsusi sevgisi vardı. Pyotr İvanoviç aramsız olaraq xaç çəkirdi. Tabutla kilsə xadiminə və küncdəki masa üzərinə qoyulmuş müqəddəs surətə sarı yüngülcə baş endirirdi. Durmadan xaç çəkmək ona qədərindən artıq gələndə isə dayanıb diqqətlə meyitə baxmağa başladı. Meyit bütün ölülər kimi uzanmış haldaydı. Bədəninin qurumuş əzaları ilə ölülərə xas bir şəkildə tabutun içinə çökməsi xüsusilə ağır idi. Digər ölülərdə olduğu kimi əbədi uyuyacağı yastığın üstündə başı yüngülcə irəli əyilmişdi. Mum rənginə çalan alnı, batmış gicgahları, sanki üst dodağını sıxan burnu da eynən başqa ölülərdəki kimi idi. O çox dəyişmişdi. Pyotr İvanoviç sonuncu dəfə onu görəndən bəri xeyli arıqlamışdı. Amma bütün ölülərdə olduğu kimi üzü gözəl idi. Başlıcası isə sağ olduğu vaxtdakından da təsirli idi. Üzünə baxanda belə bir təəssürat yaranırdı ki, gərək olan hər şey edilib, özü də necə lazımdırsa. Bundan əlavə, çöhrəsinin ifadəsində dirilərə bir məzəmmət və ya xəbərdarlıq da vardı. Xəbərdarlıq Pyotr İvanoviçə yersiz və ya ən azından ona dəxli olmayan bir şey kimi görünürdü. Pyotr İvanoviçin nəsə xoşuna gəlmədi. Buna görə tələsik bir daha xaç çəkdi. Bu hərəkəti ədəb qaydaları baxımından özünə də son dərəcə uyğunsuz göründü. Ancaq çevrilərək qapıya sarı getdi. Şvarts onu aralıq otaqda gözləyirdi. Ayaqlarını aralı qoyub, arxasında tutduğu silindrini oynadırdı. Şvartsın şux, saf və cazibədar görünüşünə gözü sataşan Pyotr İvanoviçin əhvalı təzələnib duruldu. O anladı ki, Şvarts cansıxıcı ab-havaya təslim olmur və belə bir ovqatın bütünlüklə fövqündə dayanır. Görünüşündən oxunurdu ki, İvan İliçin cənazə törəni heç də onların axşam bir yerə yığışmağının qaydalarını pozmağa, kartın möhrünü qırıb, qutusunu açıb, qarışdırıb kəsməyə, haqq hesab eləməyə, həm də xidmətçinin masaya 4 ədəd təzə şam gətirməsinə mane ola bilməz. Ümumiyyətlə, dəfn mərasiminin bu axşamı gözəl keçirməyə əngəl törəcəyini düşünməyin heç bir əsası yoxdur. O bunları keçərək də Pyotr İvanoviçə pıçıldadı. Ona Fyodor Vasilyeviç ilə kart oynamağa gəlməyi təklif etdi. Lakin görünür bu axşam onlara qoşulmaq Pyotr İvanoviçin qisməti deyilmiş. Bəstəboy, tosqun və bütün cəhdlərinə rəğmən bədəni çiyinlərinin aşağıya doğru genişlənmiş, tamamilə qara geyinmiş, başına krujava örtmüş, tabutun əks tərəfində dayanmış qadında olduğu kimi çatma qaşları qəribə tərzdə dartılmış Praskovya Fyodorovna digər xanımlarla birgə oradan çıxdı. Onları meyit olan yerin girişinə qədər ötürüb, "Keçin içəri," dedi. "İndi dua oxunacaq."
Şvarts könülsüz tərzdə baş əyib yerindəcə dayandı. Onun bu təklifi qəbul edib etmədiyini anlamaq olmurdu. Praskovya Fyodorovna Pyotr İvanoviçi tanıyınca ah çəkib ona yaxınlaşdı. Əlindən tutub, "Bilirəm, siz İvan İliçin yaxın dostu olmusunuz," dedi və sözlərinə cavab gözləyirmiş kimi üzünə baxdı. Pyotr İvanoviç bayaq xaç çəkməyin necə gərək olduğunu bildiyi qədər, indi də qadının əlini sıxıb dərindən köks ötürərək, "İnanın ki, elədir," deməyin vacibliyini anlayırdı. Elə də etdi və arzulanan nəticənin alındığını duydu. İkisi də kövrəldi. "Gedək," deyə mərhumun dul qadın dedi. "Hələ dua başlanmayıb. Sizinlə söhbətim var. Əlinizi mənə verin." Pyotr İvanoviç əlini verdi. Onlar Şvartsın yanından keçib arxa otağa sarı getdilər. Şvarts dilxorcasına Pyotr İvanoviçə göz vurdu. Oyur oynayan başları sanki, "Oyunumuz necə olsun bəs? İnciməyin, başqasını tapmağa məcbur olacaq. 5 nəfərlə oynamaq alınmayacaq. Canınızı buradan qurtarsanız gələrsiniz," dedi. Pyotr İvanoviç bu dəfə daha dərindən və yanıqlı bir ah çəkdi. Praskovya Fyodorovna lütfkarlıqla onun əlini sıxdı. Çəhrayı kətanla işlənib bəzədilmiş, lampası ətrafa cansıxıcı tutqun işıq salan qonaq otağına girib, masaya yaxın oturdular. Qadın divanda, Pyotr İvanoviç isə oturacağında yayları xarab olub yararsız hala düşən alçaq, söykənəcəksiz kətildə əyləşdi. Praskovya Fyodorovna o kətildə oturmamaq üçün xəbərdarlıq etmək istəsə də, düşdüyü vəziyyətə uyğun olmadığı üçün fikrini dəyişdi. Kətildə əyləşən Pyotr İvanoviç İvan İliçin bu qonaq otağını düzəltdirərkən, üstünə yaşıl yarpaq çəkilmiş çəhrayı kətanla bağlı onunla məsləhətləşməsini xatırladı. Divanda oturmaq üçün masanın yanından keçəndə dul xanımın qara mantilyasının qara kurjevası stolun vintinə ilişdi. Ümumiyyətlə qonaq otağı başdan başa əşyalar və mebellərlə dolu olduğundan darısqallıq idi. Pyotr İvanoviç ilişiyi açmaqdan ötürü yerindən qalxanda altındakı kətlin yaylı oturacağı onu itələyirmiş kimi yırğalanıb dingildədi. Dul xanım örpəyinin ilişmiş kurjevasını özü ayırmağa başladı. Pyotr İvanoviç isə yenidən kətlin yayları yırğalanan narahat oturacağında əyləşdi. Amma dul xanım nə qədər əlləşsə də ilişiyi aça bilmədi. Pyotr İvanoviç təzdən ayağa qalxdı və kətlin oturacağındakı yaylar yenə dingildədi. Hətta bu dəfə cırıltı da saldı. Bütün bunlar başa çatandan sonra dul qadın bəyaz rəngli batist yaylığını çıxarıb ağladı. Örpəyin ilişməsi və narahat kətlin oturacağındakı xarab yaylarla əlləşməsi Pyotr İvanoviçi tamamilə bezdirdiyi üçün qaşqabağını töküb oturmuşdu. Bu sıxıntılı vəziyyəti İvan İliçin xidmətçisi Sokolov aradan qaldırdı. Bəyan etdi ki, Praskovya Fyodorovnanın seçdiyi məzar yeri 200 rubl dəyərindədir. Dul qadın ağlamağını kəsdi. Çarəsizcəsinə Pyotr İvanoviçə baxdı. Fransızca söylədi ki, özünü çox pis hiss eləyir. Pyotr İvanoviç susmağı ilə sanki buna şübhə etmədiyini bildirir və işarə edirdi ki, başqa cür ola da bilməz. Praskovya Fyodorovna sidq ürəkdən həm də taqətsizcəsinə öləzimiş bir səslə ona "Siz lütfən bir papiros çəkin," dedi və Sokolovla yer məsələsi ilə bağlı söhbətə başladı. Papirosunu yandıran Pyotr İvanoviç, Praskovya Fyodorovnanın başqa yerlərin də qiyməti ilə maraqlandığını, bu barədə geniş sorğu-sual etdiyini və nəticədə harda məzar yeri götürmək lazım olduğunu müəyyənləşdirdiyini eşitdi. O, bu barədə söhbətini bitirib, xor oxuyanlarla bağlı da tapşırığını verdi. Sokolov getdi. Dul qadın masanın üzərindəki albomu kənara çəkib, "Hər işi özüm görürəm," dedi. Külün masanın üstünə tökülməsindən ehtiyatlanıb tələm-tələsik Pyotr İvanoviçə sarı bir külqabı ötürdü. "Dərslər əlindən gündəlik işlərlə məşğul ola bilmədiyimi söyləsəm, riyakarlıq etmiş olaram. Düzdür, bu işlərlə məşğul olmaq mənə təsəlli vermir, amma ən azı başımı qatır," söylədi. O yenə də yaylığını götürüb ağlamaq istədi və birdən özünü ələ alıb silkindi və sakitcə, "Amma sizə bir işim düşüb," dedi. Pyotr İvanoviç kətlin oturacağındakı yayların dərhal tərpənib narahatlıq yaratmasına imkan vermədən yüngülcə qalxıb ehtiramla baş əydi. Ölüm ayağında o çox əzab çəkdi. Pyotr İvanoviç soruşdu. "Doğrudanmı çox əzab çəkdi?" Dəhşətli dərəcədə. Son günlər durmadan saatlarla çığırırdı. 3 sutka ara vermədən çığırdı. Dözülməz idi. Anlaya bilmirəm ki, mən bunu necə dözdüm axı. Səsi dünyanın o başına getirdi. Gör nələrə dözmüşəm mən. Pyotr İvanoviç soruşdu. "Bəs huşu başındaydı?" "Hə," o pıçıldadı.
Canı ağzından çıxana qədər huşu başındaydı. Ölümündən 15 dəqiqə qabaq hamımızla vidalaşdı və Volodyanı otaqdan çıxarmağa xahiş elədi. Qayğısız uşaqlıq çağlarından, məktəb illərindən, sonra isə böyüyüb qumarda onun partnyoru olduğu vaxtlardan tanıdığı bir insanın çəkdiyi istirablarını eşidərkən həm özünün, həm də dul qadının süni söhbətləri Pyotr İvanoviçi dəhşətə gətirdi. O yenə İvan İliçin mum rəngli alnını, üst dodağını sıxan burnunu göz önünə gətirdi və sarsılıb özü sarıdan qorxuya düşdü. 3 gün gecə-gündüz dəhşətli əzab çəkəsən, sonra isə öləsən. Axı, bu indi istənilən vaxt mənim də başıma gələ bilər, deyə düşündü və bir anlığa onu vahimə bastı. Amma özü də bilmədən hardansa bu fikir köməyinə çatdı. Axı, bu şeylər onun yox, İvan İliçin başına gəlib. Belə dəhşətlər onu yaxalamamalıdır və heç vaxt yaxalaya da bilməz. Bu cür düşünməklə o bədbinliyə qapılır. Bir daha belə etməməlidir. Elə Şvartsın baxışları da bunu deyirdi. Bu düşüncə ilə Pyotr İvanoviç ürəyinə su səpdi. Sanki ölümün ona qətiyyən dəxli yox idi. Bu faciəli qəziyyə yalnız İvan İliçin başına gələ bilərdi. İvan İliçin çəkdiyi dəhşətli əzab-əziyyətlərdən təfsilatı ilə söhbət açan onun dul qadını, deyəsən əsas məsələyə keçmək lazım olan məqamı tapdı. O, Pyotr İvanoviç, bilsəniz necə ağırdır, necə dəhşətli və necə qorxuncdur deyərək yenidən hönkürdü. Pyotr İvanoviç içini çəkdi. Gözlədi ki, o burnunu silsin. Praskovya Fyodorovna burnunu siləndən sonra Pyotr İvanoviç ağzını doldurub, "İnanın ki," deyincə, dul qadın onun sözünü ağzında qoyub özünü maraqlandıran əsas məsələyə bağlı söhbətinə başladı. İş onda idi ki, o ərinin ölümünə görə hökumətdən necə pul qoparmağı öyrənmək istəyirdi. Özünü elə aparırdı ki, güya Pyotr İvanoviçdən adicə xərclik barədə soruşur. Pyotr İvanoviç isə dul qadının bu ölümlə əlaqəli hökumətdən pul çəkmək üçün elə şeylər haqqında xırdalıqlarına qədər məlumatlı olduğunu gördü ki, bunlardan xəbəri yox idi və yatsa da yuxusuna da girməzdi. Praskovya Fyodorovnanın əlavə istədiyi isə biraz da çox pul qoparmağın yollarını öyrənməkdən ibarət idi. Pyotr İvanoviç belə bir yardımı almağın yollarını düşünməyə cəhd göstərdi. Amma bir qədər fikirləşib, xəsisliyinə görə hökuməti yüngülvari tənbih edərək, dedi ki, məncə sizə bundan artıq maddi yardım verməzlər. Belə olduğu halda dul qadın dərindən köksünü ötürüb qonağından qurtulmağın yolunu aradı. Pyotr İvanoviç bunu sezdi. Papirosunu söndürüb ayağa qalxdı. Onun əlini sıxıb dəhlizə çıxdı. İvan İliçin vaxtı ilə köhnə kürüş əşyalar satılan bazardan aldığı saatı gətirib sevinə-sevinə yerləşdirdiyi yemək otağında. Pyotr İvanoviç cənazə törəninə gəlmiş, keşişə və bir neçə tanışına rast gəldi. Eləcə də tanıdığı gözəl bir xanımı, mərhumun qızını da gördü. O, büsbütün qara geyinmişdi. Zərif beli sanki biraz da incəlmişdi. Qaşqabaqlı, qətiyyətli və demək olar ki, qəzəbli görünürdü. O, Pyotr İvanoviçə baş əydi, sanki günah işləmiş biri ilə salamlaşırdı. Arxa tərəfində eyni ilə o cür incik görkəmdə varlı bir cavan oğlan dayanmışdı. Pyotr İvanoviç onu tanıyırdı, məhkəmə müstəntiqi idi. Eşitdiyinə görə qızın adaxlısıydı. Pyotr İvanoviç məyus-məyus onlara baş əydi və meyit olan otağa keçmək istədi. Bu zaman pilləkənin aşağısından İvan İliçin gimnaziyada oxuyan və özünə çox oxşayan oğlu göründü. Bu, Pyotr İvanoviçin hüquqşünaslıq məktəbindən xatırladığı balaca İvan İliçin sanki özü idi. Gözlərindən bilinirdi ki, ağlayıb. Həm də baxışlarından 13-14 yaşlı dəcəl oğlanlara oxşayırdı. O, Pyotr İvanoviçi görüncə qaşqabağını sallayıb, utandığından üz-gözünü turşutdu. Pyotr İvanoviç onu başı ilə salamlayıb, meyit olan otağa keçdi. Cənazə duası başlandı. Şamlar, iniltilər, buxur, göz yaşları, hıçqırıqlar. Çöhrəsi tutqunlaşmış Pyotr İvanoviç gözlərini ayaqlarına zilləyib dayandı. O, bir dəfə də olsun meyitə sarı baxmadı və axıracan onu üzə biləcək heç nəyin təsirinə düşməməyə çalışdı. Sonda isə otağı birinci tərk edənlərdən oldu. Dəhlizdə heç kim yox idi. Xidmətçi Gerasim mərhumun otağından çıxaraq tez özünü yetirdi. Pyotr İvanoviçin kürkünü tapmaq üçün qalaqlanmış üst geyimlərini güclü əlləri ilə eşələdi və tapıb ona verdi.
Pyotr İvanoviç isə xalaxətrin qalmasın deyə onu dindirdi. Gerasim qardaş, nədir, acınacaqlıdır, eləmi? Gerasim, Tanrı bilən məsləhətdir. Gec-tez hamımızın yeri ora olacaq, dedi və kəndlərə xas bəyaz, iri dişləri göründü. İşgücü başından açdığından cəld qapını açdı. Fayton çağırıb Pyotr İvanoviçi mindirdi və görüləsi işlər çox olduğundan tez geriyə artırmanın ağzına qaçdı. Buxurun, cəsadın və mənzilə çilənmiş karbol turşusunun qoxusundan sonra təmiz havada gərnəşib nəfəs almaq Pyotr İvanoviçə xüsusilə xoş təsir bağışladı. Faytonçu soruşdu. Hara buyuracaqsınız? Pyotr İvanoviç, hələ gec deyil, Fyodor Vasilyeviçə baş çəkmək istəyirəm, dedi və faytonu oraya sürdürdü. Doğrudan da Pyotr İvanoviç özünü kartda birinci dövrənin sonunda çatdırmışdı və oyuna 5-ci girişmək onun üçün əlverişli idi. 2-ci fəsil. İvan İliçin yaşanmış həyat tarixçəsi son dərəcə sadə, adi olduğu qədər də son dərəcə dəhşətli idi. O, 45 yaşında məhkəmə palatasının üzvü ikən vəfat etdi. İvan İliçin atasının iş həyatı Peterburqdakı müxtəlif nazirlik və departamentlərdə keçmişdi. Bu cür iş həyatı adətən əhəmiyyətli vəzifələri icra etmək üçün yararsız insanlar yetişdirilirdi. Buna baxmayaraq uzun müddət xidmət etdiklərinə və daşıdıqları rütbələrə görə işdən qovulmur. Saxta yerlər tutmaqla 6.000-dən 10.000 rubla qədər saxta olmayan maaş alır və sonacan beləcə ömür sürürlər. Gizli məsləhətçi, müxtəlif lazımsız təşkilatların gərəksiz bir üzvü olan İlya Yefimoviç Qalovin bellərindən idi. Onun 3 oğlu vardı. İvan İliç onlardan ortancılı idi. Böyük oğlu atasının yolu ilə gedirdi. Ancaq başqa nazirlikdə çalışırdı. O, lüzumsuz yerə məvacib alınan yaş həddinə yaxınlaşırdı. 3-cü oğlu fərsiz idi. Çalışdığı yerlərin hamısında yaratmazlıq etmişdi. İndi də dəmiryol idarəsində işləyirdi. Atasının qardaşlarının, xüsusilə bu ailədəki qadınların onu görən gözü yox idi. İstisnalar nəzərə alınmasa, heç onun varlığını belə xatırlamaq istəmirdilər. İvan İliçin bacısı Peterburqlu baron Qrefə ərə getmişdi. O da qaynatası kimi bir məmur idi. Deyilənə görə İvan İliç Le Phoenix de la Famille idi. Yəni ailənin fəxri fransızca. O nə böyük qardaşı kimi adama yovuşmaz və vasvası, nə də kiçik qardaşı kimi biyveci idi. İkisinin arasında orta bir mövqedə idi. Ağıllı, çevik, xoşagəlimli, canayatımlı idi. Kiçik qardaşı ilə birgə hüquqşünaslıqda oxumuşdu. Kiçik qardaşı təhsilini başa vura bilməyib 5-ci sinifdən qovulmuşdu. İvan İliç isə kursu uğurla başa çatdırmışdı. O, təhsili illərində necə idisə, bütün ömrü boyu da eləcə. Bacarıqlı, mehriban, gülərüz, hamı ilə qaynayıb qarışan bir insan kimi qaldı. Həm də yuxarıdakıların qarşıya qoyduğu vəzifələri yerinə yetirməyi daim özünə borc bildi. Nə uşaq vaxtı, nə də böyüyəndən sonra yaltaqlıq edən birisi olmadı. Amma gənclik illərinin lap əvvəllərindən yuxarı məqamlarda olan insanlara sarı işığa can atan bir pərvanə kimi meyl etmək vardı. Onların dünyaya baxışlarını, həyat qayələrini əks edir, belələri ilə dostluq əlaqələri qururdu. Uşaqlıq və gənclikdə aludə olduğu şeylər onun həyatında böyük izlər qoymadan keçirib getdi. O hissə qapılır, şöhrətpərəstliyə uyurdu. Axıra yaxın yuxarı siniflərdə isə ürəyinə damanların təlq etdiyi çərçivədə liberallığa meyil göstərdi. Hüquq təhsili alanda əvvəllər ona iyrənc görünən elə hərəkətlərə yol vermişdi ki, özünə nifrət etmişdi. Amma zaman keçdikcə yuxarı təbəqələrin də belə şeylər etdiyini və buna pis baxılmamasını gördükdə nəinki özünə haqq qazandırırdı. Hətta rahatlıq tapsın deyə bu barədə unutmağa üstünlük verdi. Yadına düşəndə isə qətiyyən məyus olmadı. İvan İliç hüquqşünaslığın 10-cu sinifini bitirib, mundir almaq üçün atasından pul götürdü. Özünə Şarmerdən rəsmi geyim paltarı sifariş etdi. Brelokunda Respis finem yazılmış bir medalı yaxasından asdı. Latınca sonunu unutma deməkdir. Məktəbin rəhbərliyi və tərbiyəçisi ilə vidalaşdı. Donunda yoldaşları ilə nahar etdi. Ən yaxşı mağazalardan sifariş edilmiş və alınmış üst və alt paltarları, ülgüc və tualet ləvazimatlarını yığdığı yeni dəbdə olan çamadanı ilə əyalətə yollandı. Orada atasının təşkil etdiyi vəzifədə qubernatorun xüsusi tapşırıqlarını yerinə yetirən məmur kimi işləməyə başladı.
Çox keçmədi. Hüquq məktəbində olduğu kimi İvan İliç əyalətdə də xoş xasiyyəti ilə özünə yaxşı mövqe qazana bildi. O xidmət göstərir, karyerasını qurur, həm də firavan yaşayırdı. Rəhbərliyin göstərişi ilə hərdən bir qəzalara səfər edirdi. Yuxarı aşağı bütün təbəqələri təmsil edən insanlarla ləyaqətlə, dürüst və öz mənliyi ilə qürur duyduğu şərəfinə ləkə gətirmədən davranırdı. Daha çox təfriqəçilərlə bağlı tapşırıqları yerinə yetirirdi. Gənc olmasına, yüngül əyləncələrə meyl etməsinə baxmayaraq, xidməti işlərində özünü son dərəcə təmkinli, rəsmi və hətta bir qədər də sərt aparırdı. İctimai işlərdə isə çox vaxt şux, ağıllı və istiqanlı idi. Onu ailələrinin yaxın adamı sayan rəisi və xanımı üçün ədəbli bir bon enfant idi. Bon enfant, mehriban gənc fransızca. Şıq geyimli bu hüquqşünasın yaxasından qırsaqqız olub əl çəkməyən bir qadın da vardı. Onunla əlaqədə idi. O, şlyapa tikən bir dərzi idi. İvan İliç hərdən məiyyət zabitləri ilə içki məclislərində olur, şam yeməyindən sonra uzaq məhəllələrə gəzintiyə gedirdi. Hərdən rəisinin, hətta onun xanımının qulluğunda elə cür dururdu ki, bütün bunlar yüksək ədəb-ərkan demək idi və qətiyyən pis adlandırıla bilməzdi. Onun həyatı yalnız belə bir fransız kəlamına uyğun idi. Il faut que je me passe. Yəni, gənclik bu yolu keçməlidir. Hər şey təmiz əllərlə, təmiz geyim keçimdə, fransız sözlərinin tələffüzü ilə, başlıcası isə ali zümrənin içində və onların xeyirduası ilə baş verirdi. İvan İliç 5 il beləcə xidmət etdi və vəzifəsini dəyişmək məqamına yetişdi. Yeni məhkəmələr yarandı və yeni insanlara ehtiyac duyuldu. Bu yeni insanlardan biri də İvan İliç oldu. Ona məhkəmə müstəntiqi vəzifəsi təklif edildi. İş başqa quberniyada idi. Gərək o burada yaranmış münasibətləri bir kənara qoyub orada yenilərini yaradaydı. Amma buna baxmayaraq İvan İliç razılaşdı. Dostları bir araya gələrək gümüş papiros qabı alıb ona hədiyyə etdilər və İvan İliç yeni məkanına üz tutdu. O, məhkəmə müstəntiqi kimi yenə də comme il faut ədəbli və bacarıqlı idi. Yəni, necə lazımsa. Xüsusi xidmət məmuru olduğu dönəmlərdəki kimi şəxsi həyatını vəzifə ilə qarışdırmırdı. Müstəntiq işləmək onun üçün əvvəlki işindən daha maraqlı və cəzbedici idi. Əvvəlki işində qəbul otağında həyəcanla gözləyən ərizəçilərin və ona qibtə edən vəzifəli şəxslərin yanına şarmer vizamundirində birbaşa rəisin kabinetinə keçmək, onunla çay süfrəsində oturub papiros çəkmək olduqca xoş idi. Amma onun sərbəstliyinə boyun əyən çox az adam vardı. Belələri, əsasən onun tapşırıqla yoxlamağa getdiyi qəza polis rəisləri və təfriqəçilər idi. Onlarla demək olar ki, ədəb-ərkanla yoldaş kimi keçinməyi sevirdi. Həm də həmin insanlara hiss etdirməyə xoşlayırdı ki, istəsə onları əzə bilər, amma dostcasına sadə davranır, çox şeyə göz yumur. Belələri o zaman çox az idi. İndi isə məhkəmə müstəntiqi kimi İvan İliç hiss edirdi ki, istisnasız olaraq hamının ən mötəbər, özündən razı insanların belə taleyi onun əlindədir. Təkcə kağıza dərkənar qoyub, məlum sözləri yazmaq kifayət edirdi ki, həmin o göylə gedən kəslər ittiham edilsin və ya işə şahid qismində cəlb olunsun, onun önünə gətirilsinlər. Bu zaman isə heç onlara oturmaq da təklif etməzdi və suallarına ayaq üstə cavab alardı. Amma İvan İliç heç vaxt öz səlahiyyətindən sui istifadə etmirdi. Əksinə, münasibətlərində həmişə mülayim olmağa çalışırdı. Bu, səlahiyyəti dərk etmək, ona mülayimlik qatmaq imkanı marağında olduğu bir şey idi və onun yeni vəzifəsinin cazibədarlığını təşkil edirdi. Xidmətin özündə isə, yəni məhz istintaqda, İvan İliç işə dəxli olmayan bütün halları kənarlaşdırmağı olduqca tez mənimsədi. Kağız üzərində yalnız zahir tərəfi əksini tapan və özünün şəxsi nöqteyi nəzəri tamamilə istisna təşkil edən, əsasən ən çətin işləri belə bu tərzdə görməklə tələb olunan bütün formallıqlara riayət elədi. Bu, təzə bir iş idi və o 1864-cü il nizamnaməsinin təcrübədə tətbiq edilməsini işləyib hazırlayan ilk insanlardan biri idi. Yeni şəhərdə məhkəmə müstəntiqinin yerinə keçən İvan İliç təzə danışıqlar qurub təmaslar yaratdı. Özünü yeni bir şəkildə ifadə edərək
bir qədər fərqli tərzdə göstərdi. Özünü quberniya səlahiyyətlərindən bir qədər kənar tutdu. Şəhərdə yaşayan hakimlərin və varlı zədəganların ən yaxşı dairəsini seçdi. Hökumətdən yüngülvari narazılıq etməklə orta liberallıq və sivil vətəndaşlıq tərzini qəbul etdi. Bu halda səliqə səhmanı zərrə qədər dəyişmədən İvan İliç yeni vəzifədə üzünü qırxmağı dayandırdı və saqqalının istədiyi kimi sərbəst uzanıb artmasına imkan verdi. İvan İliçin həyatı bu yeni şəhərdə də gözəl təşəkkül tapırdı. Qubernatora qarşı prinsipsiz müxalifətçilik edən cəmiyyət əlbir və yaxşı idi. Məvacibləri yüksək idi. İvan İliç kart oynamağa sevinə-sevinə girişməyə bacarırdı. Oyunun incəliklərinə bələd olduğu üçün daim qələbə çalırdı. Qurşandığı bu kart oyunu həyatına xeyli gözəlliyi qatırdı. O 2 il bu yeni şəhərdə işləyəndən sonra öz gələcək həyat yoldaşına rast gəldi. İvan İliçin daxil olduğu çevrədə Praskovya Fyodorovna Mixail çox cazibədar, ağıllı, gözəl bir qız idi. İşdən sonra asudə vaxtlarda əyləncə ilə məşğul olmaq və istirahət etmək üçün İvan İliç Praskovya Fyodorovna ilə çox yaxın məhrəm münasibətlər qurdu. Xüsusi xidmət məmuru olanda İvan İliç ümumiyyətlə rəqs etməyi xoşlayardı. Məhkəmə müstəntiqi kimi isə o artıq xüsusi hallarda rəqs edirdi. İstər yeni idarədə işləsin, istərsə 5-ci kursda olsun. Məsələ rəqsdən gedirsə, o hamıdan yaxşı bacardığını sübut etməyə çalışırdı. O bəzən şənlik gecələrinin sonunda Praskovya Fyodorovna ilə rəqs edir, onu heyran qoyurdu. Qız ona vurulmuşdu. İvan İliçin evlənmək istəyi dumanlı idi. Qəti qərarı yox idi, lakin qız ona aşiq olandan sonra o özünə belə bir sual verdi. Niyə də evlənməyim axı? Yaxşı bir zadəgan nəslinin olan Praskovya Fyodorovna həm yaraşıqlı, həm də imkanlı idi. İvan İliç daha yaxşı yerdən evlənə bilərdi, amma bu seçimi heç də pis deyildi. O yaxşı məvacib alırdı. Ümid edirdi ki, qızın da maaşı ilə bu qədərdir. Onunla qohumluğun yaxşı olacağını düşünürdü. O, xoşxasiyyət, qəşəng və nəcib bir qız idi. İvan İliçin bu xanımı sevdiyinə və həyata baxışlarını bölüşdüyünə görə onunla evləndiyini söyləmək haqsızlıq olardı. Həm də yanlış olardı deyilsəydi ki, o yalnız cəmiyyətin bu seçimi bəyəndiyi üçün evlənir. Əslində İvan İliç hər iki səbəbə görə ailə qururdu. Əvvəla, belə bir xanımla evliliyi ona çox xoş idi. İkincisi də, yuxarı zümrənin insanları bu addımı bəyənirdi. Beləliklə İvan İliç evləndi. Toy mərasiminin özü və yeni mebellər, qab-qacaqlar, yataq dəstləri, ər-arvad nəvazişləri ilə zəngin evlilik həyatının ilk çağları, həyat yoldaşının hamiləliyinə qədər olan dövr çox gözəl keçdi. İvan İliç artıq fikirləşməyə başladı ki, evlilik rəvan, xoşagəlimli, şaqraq və həmişə cəmiyyət tərəfindən bəyənilən, özünün də hesab etdiyi həyat tərzini nəinki pozmayacaq, əksinə daha da zənginləşdirəcək. Ancaq həyat yoldaşının hamiləliyinin ilk aylarından başlayaraq nə isə gözlənilməz, xoşagəlməz, çətin və qeyri-adi, həm də cəngindən qurtulmağı mümkünsüz olduğu bir şey baş verdi. İvan İliçin gəldiyi qənaətə görə heç bir səbəb olmadan sadəcə ömürgün yoldaşının həyatının bütün rahatlıqları pozulmağa başladı. Yəni şıltaqlıq ucbatından. Qadını onu heç bir səbəb olmadan qısqanır, ancaq özünə qulluq göstərməyi tələb edir, hər şeyi irad tutur, xoşagəlməz hallar yaradır və kobudluq göstərirdi. Öncə İvan İliç qabaqlar dadına çatan rahat və qayğısız həyat tərzi ilə bu vəziyyətin çətinliyindən qurtulmağa ümid bəslədi. Arvadının ovqatından məhəl qoymamağı sınadı. Əvvəlki kimi rahat və rəvan həyatını davam etdi. Dostlarını yanına kart oynamağa çağırır, həm də vaxtını qayğısız keçirmək üçün özü kluba və yoldaşlarının yanına yollanırdı. Amma arvadı bir dəfə çılğınlıqla onu söyməyə başladı. Sonra hər dəfə tələblərini yerinə yetirməyəndə onu beləcə təhqir edib alçaltdı. Görünür, əri tabe olmayanacan, yəni təslim olub evdə oturmayana qədər bu cür davranmağa qəti qərar vermişdi. İvan İliç isə bundan dəhşətə gəlirdi. O başa düşürdü ki, ən azından öz zövcəsi ilə keçirdiyi bu evlilik həyatı heç də həmişə xoş və ürəkaçan deyil. Əksinə, hər şey alt-üst olub burnundan gəlir. Ona görə də belə şeylərdən çəkinmək lazımdır. İvan İliç bu vəziyyətdən qurtulmaq üçün bir çarə axtarmağa başladı. Bu da vardı ki, onun xidməti vəzifəsi Praskovya Fyodorovnanın xoşuna gəlirdi. İvan İliç öz sərbəstliyini məhdudlaşdıraraq vəzifəsindən istifadə edib həyat yoldaşı ilə mübarizəyə başladı. Uşaq doğulandan sonra onu bəsləmək üçün göstərilən cürbəcür uğursuz cəhdlər, bu halda körpə və ananın yoluxduğu və ya tutula biləcəyi xəstəliklərin qarşısının alınmasında İvan İliçdən tələb olunanlar ona çatmırdı.
və bunlardan heç nə anlaya bilmirdi. O ailədən kənarda özünə bir həyat qurub təcrid olunmağı indi daha zəruri sayırdı. Arvadı həddən artıq tündməcaz və tələbkar birinə çevrildiyi üçün İvan İliç getdikcə həyatının ağrı acı ilə dolu ab-havasını ram etsin deyə xidməti işinə daha çox bağlandı. O işini əvvəlkindən də artıq sevməyə və özünə kifayət qədər diqqət ayırmağa başladı. Tezliklə evləndiyindən heç bir il keçməmiş, İvan İliç başa düşdü ki, ailəli olmaq əslində insana bəxş etdiyi bəzi rahatlıqlara baxmayaraq çox mürəkkəb və ağır bir işdir. Öz borcunu yerinə yetirmək, cəmiyyətin bəyəndiyi layiqətli bir ömrü yaşamaq üçün gərək həyata, eləcə də xidməti vəzifənə özünün müəyyən yanaşmaların ola. İvan İliç ailə həyatına bu cür yanaşmağı bacardı. Ailədən umduğu şey evdə rahat nahar etmək, qulluqçudan yararlanmaq, təmiz yataqlarda yatıb dincəlmək, bir də cəmaatın qəbul etdiyi şəkildə geyim keçmə fikir vermək idi. Qalan şeylərdə isə qayğısızlıq, şadyanalıq axtarır, tapanda çox məmnun olurdu. Müqavimətlə və deyingənliklə qarşılaşanda isə dərhal işlə bağlı yaratdığı öz qapalı aləminə çəkilir və rahatlıq tapırdı. İvan İliçi yaxşı bir müstəntiq kimi dəyərləndirib 3 ildən sonra prokuror köməkçisi təyin etdilər. Üzərinə düşən yeni öhdəliklər, onların əhəmiyyəti, istənilən adamı məhkəməyə cəlb etmək və həbsxanaya salmaq imkanı, səlis nitq söyləməyi, bu məsələlərdə İvan İliçin uğur qazanmaq şansı onu öz işinə daha möhkəm bağladı. Uşaqları gəlmişdi dünyaya. Arvadı isə getdikcə daha davakar və acıqlı olmuşdu. Ancaq İvan İliçin ailə münasibətlərini öz bildiyi kimi qurması deyingən qadının cəhdlərini heçə endirmişdi. Eyni vəzifədə 7 il işlədikdən sonra İvan İliçi başqa quberniyaya prokuror təyin etdilər. Onlar köçdülər, amma həm pulları az idi, həm də yeni məskən saldıqları yer qadının xoşuna gəlmirdi. Düzdür, burada məvacib əvvəlkindən artıq olsa da, amma bahalıq idi. Bundan əlavə uşaqlarının ikisi ölmüşdü. Buna görə də İvan İliçin ailə həyatı bir qədər də bezdirici olmuşdu. Yeni yaşayış yerində baş verən bütün bədbəxtliklərə görə Praskovya Fyodorovna ərini günahkar sayırdı. Ər-arvad arasındakı söhbətlərin əksəriyyəti, xüsusilə uşaqları tərbiyə edib böyütməklə bağlı ortaya çıxan məsələlər hər an qızışıb davadalaşa çevrilir, mübahisələrə gətirib çıxarırdı. Sevgilərindən qalan cüzə əsər-əlamət hərdən onları çulğalayır, amma uzun sürmürdü. Bu onların müvəqqəti sığındığı bir adacıq oxşuyurdu. Sonra yenə bir-birindən soyuyur, sanki gizli düşmənçilik dəryasına baş vururdular. Belə olmalı değildi deyə düşünsəydi, araya düşən bu soyuqluq İvan İliçin məyus edə bilərdi. Artıq o belə bir münasibəti nəinki normal sayır, hətta bunu ailəsinin alın yazısı hesab edirdi. Məqsədi daha çox bu xoşa gəlməz halları yaşamamaq üçün onların zərərsiz və təbii olduğunu özünə təlqin etmək idi. Həm də ailəsinə bacardıqca daha az vaxt sərf edirdi. Məcburiyyət qarşısında qalanda isə kənar şəxslərə, qonaq qaraya qoşulur, onların iştirakı ilə öz mövqeyini qorumağa çalışırdı. Əsas o idi ki, İvan İliçin vəzifəsi vardı. Bütün marağını, diqqətini yalnız işinə yönəltmişdi. Bu isə onun bütün həyatına hakim kəsilmişdi. İşdə öz gücünə bələdliyi, istənilən adamın evini yıxa bilmək imkanı, tabeçiliyindəkilərlə görüşəndə və hətta məhkəməyə daxil olanda belə zahiri görünüşündəki təkəbbür, özündən yuxarı və aşağı zümrələr önündə uğurları, apardığı cinayət işlərinin həssas yanaşmaq ustalığı, bütün bunlar onu sevindirir, yoldaşları ilə söhbətləri, birgə nahar etməsi və kart oynaması ilə birlikdə həyat normasına çevrilirdi. Beləliklə, İvan İliçin həyatı özünün hesab etdiyi kimi gözəl və xoş, yəni necə lazımdırsa elə də keçirdi. 7 ildə bu cür yaşadı. Böyük qızının artıq 16 yaşı vardı. Körpələrdən biri də ölmüşdü. Bir də gimnaziya şagirdi olan dəcəl oğlu qalmışdı. İvan İliç bu uşağı hüquqşünaslıqda oxutdurmaq istəyəndə Praskovya Fyodorovna onu acığa gimnaziyaya qoymuşdu. Qızı evdə təhsil alır, yaxşı böyüyürdü. Oğlu da pis oxumurdu. 3-cü fəsil. Evlənəndən bəri İvan İliçin həyatı 17 il idi ki, belə keçirdi. O artıq iş yerini dəyişməkdən imtina etmiş, oturuşmuş bir prokuror idi. Arzusunda olduğu xidməti vəzifəni gözləyirdi ki, xoşagəlməz bir hal baş verdi və həyatının nizamı alt-üst oldu. İvan İliç universitet şəhərciyində sədr vəzifəsini göz dikmişdi. Amma Qoppe zirək tərpənib həmin yeri tutdu. İvan İliç ona hirslənib tənnələr yağdırdı. Həmçinin idarə rəhbərliyi ilə də ağızlaşdı. Növbəti təyinat olanda da yenə ondan yan keçdilər. Bu 1880-ci ildə baş vermişdi.
Həmin il İvan İliçin həyatında ən ağır il olmuşdu. Bir tərəfdən aldığı məvacib ehtiyaclarını ödəmirdi, digər tərəfdən də elə bil hamı onu unutmuşdu. O isə başqaları üçün adi görünə biləcək bütün bu halları özünə qarşı çox böyük ədalətsizlik və insafsızlıq sayırdı. Hətta atası belə ona kömək etməyə özünü borclu saymırdı. İvan İliç başa düşürdü ki, heç kimin ona yaxın durmamasının, əl uzatmamasının səbəbi maaşının yüksək 3500 olmasından, buna görə də hamının onu xoşbəxt hesab etməsindən irəli gəlir. Təkcə özü bilirdi ki, ona qarşı edilən bu cür ədalətsizlik, arvadı tərəfindən daim zəhləsinin tökülməsi və qazanclarından bəs etmədiyi üçün borca girməsi, yəni bütün bunlar normal bir şey deyil. Həmin ilin yayında xərclərini bir qədər azaltsın deyə məzuniyyət götürüb, həyat yoldaşı ilə birlikdə kəndə Praskovya Fyodorovnanın qardaşı ilə dincəlməyə getdi. İşindən gücündən aralı düşdüyü üçün İvan İliç əvvəlcə kənddə nəinki darıxdı, hətta dözülməz bir xiffət çəkəsi oldu və qərar aldı ki, belə yaşamaq olmaz, nəsə təcili bir tədbir görmək lazımdır. Eyvanda var-gəl etməklə bütün gecəni yoxsuz keçirən İvan İliç Peterburqa getməyi, onun dəyərini bilməyənlərə tənbih etməyi, başqa nazirliyə keçməyi qərara aldı. Səhərsi gün arvadı və qaynının dilə tutmasına baxmayaraq Peterburqa yollandı. O maaşı 5000 olan istənilən işdən ötürü ağız açmağa, yalvar-yaxar etməyə gedirdi. Hansı nazirlik olmasının, haraya təyinat olmasının, nə iş görəcəyinin fərqi yox idi. Sadəcə ona maaşı 5000 olan bir iş lazım idi. Administrasiyada, bankda, dəmir yolunda, İmperatriça Mariyanın idarəsində, hətta gömrük işində olsun, çalışmağa hazır idi. Tə ki, 5000 maaş alsın və qədir qiymətinə etinasız yanaşılan, dəyərini ala bilmədiyi nazirliyi tərk etsin. Qəribədir ki, İvan İliçin bu səfəri gözlənilməz bir uğurla nəticələndi. Kurskda 1-ci dərəcəli vaqona tanışı İlyin də mindi. Ona Kursk qubernatorundan yenicə aldığı teleqram barədə xəbər verdi. Dedi ki, bugün günlərdə nazirlikdə çevriliş gözlənilir. Pyotr İvanoviçin yerinə İvan Semyonoviç gətirilir. Gözlənilən bu çevrilişin Rusiya üçün əhəmiyyətindən başqa İvan İliçdən ötürü də xüsusi önəmi vardı. Çünki yeni şəxslər Pyotr Petroviç və şübhəsiz dostu Zaxar İvanoviç hakim təbəqəyə daxil olacaqlar. Bu isə İvan İliç üçün son dərəcə əhəmiyyətlidir. Zaxar İvanoviç İvan İliçin iş yoldaşı və yaxın dostuydu. Xəbəri Moskvada da təsdiqlədilər. Peterburqa gələn kimi İvan İliç Zaxar İvanoviç ilə görüşdü. Zaxar İvanoviç dostunun keçmiş iş yerində, Ədliyyə Nazirində yaxşı bir işlə təmin olacağına söz verdi. Bir həftədən sonra İvan İliç həyat yoldaşına belə bir teleqram vurdu. Zaxarın ilk təqdimatı ilə Miller'in yerinə təyin ediləcəyəm. İvan İliç bu dəyişikliyə rəğmən əvvəlki nazirliyində gözlənilmədən elə bir vəzifəyə gətirildi ki, öz yoldaşlarından da 2 pillə yuxarı oldu. 5000 maaş və əlavə 3500 yol xərci. Əvvəlki düşmənlərinə və nazirliyə bəslədiyi nifrət hissi unudulmuş və sanki İvan İliç tamamilə xoşbəxtliyə qovuşmuşdu. O, kəndə xoş bir ovqat içində qayıtdı. Çoxdandır belə məmnun görünmürdü. Praskovya Fyodorovna da sevindi. Onlar Çin-Çidurəti unudub barışdılar. İvan İliç Peterburqda necə rəğbətlə qarşılandığını, əvvəl onu gözü götürməyənlərin indi qarşısında necə quyruq buladıqlarını, yeni vəzifəsi ilə bağlı necə paxıllığını çəkdiklərini danışdı. Xüsusilə də Peterburqda hamının onu necə sevdiyindən söhbət açdı. Praskovya Fyodorovna onu dinləyir, doğrudan da özünü deyilənlərə inanırmış kimi aparırdı. Heç bir narazılıq yox idi. Yalnız köçüb yığışdıqları şəhərdə həyatı yenidən necə qurmağın planlarına cızırdı. İvan İliç məmnunluqla gördü ki, bunlar elə onun öz planlarıdır. İstədikləri ilə düz gəlir, alt-üst olmuş həyatı yenidən qaydasına düşür. Hər şey yaxşılığa doğru gedir. İvan İliç qısa müddətə gəlmişdi. Sentyabrın 10-da vəzifə başına keçməli, işinə başlamalıydı. Bundan əlavə köçüb yeni məkana yerləşmək üçün vaxt lazım idi. Həm də əyalətdən hər şey daşıyıb gətirməli, əlavə avadanlıqlar almalı, sifarişlər verməli, çox iş görməli idi. Bir sözlə, buralara istədiyi kimi oturuşmalı, həm də Praskovya Fyodorovnanın ürəyincə olmalı idi. Artıq hər şey uğurlu alınmışdı. Daha həyat yoldaşı ilə eyni məqsədə qulluq edirdilər. Bundan əlavə bir-birlərlə evliliklərinin ilk illərində olduğundan daha mehribanlaşıb doğmalaşmışdılar. İvan İliç dərhal ailəsi ilə birgə yığışıb köçməyə fikirləşsə də, birdən-birə ona ailəsinə canıyananlıq etməyə başlayan bacısı və yeznəsinin ısrarlı təkidi ilə tək getməyə məcbur oldu. İvan İliç getdi, amma qazandığı uğurun bəxş etdiyi xoş ovqat, arvadı ilə razılaşdırdığı biri digərindən gözəl işlərin ab-havası bir anlığa da olsa onu yalqız buraxmadı.
O həmişə arvadı ilə birgə arzusunda olduğu gözəl bir mənzil kirayələdi. Geniş, hündür, köhnə üslubda olan qonaq otaqları, rahat, möhtəşəm bir kabinet, arvadı və qızı üçün ayrı-ayrılıqda, eləcə də oğlunun dərs hazırlamaqdan ötürü məxsusi bir otaq. Sanki bütün bunlar bilərəkdən məhz onlar üçün düşünülmüşdü. İvan İliç evin qaydaya salınmasına özü diqqət ayırdı. Divar kağızlarını özü seçdi. Xüsusilə köhnə üslubda olanlarını aldı. Onlara necə lazımdırsa əl gəzdirildi. Üzlük çəkilib yerləşdirildi. Mənzilin tərtibatı ilə bağlı hər şey artıb çoxaldıqca düşüncələri onun xəyallarında qurduğu ideallara aparırdı. Evə yarıya qədər əl gəzdirəndən sonra gözləntiləri gördüyü işləri üstələdi. O anladı ki, mənzilin necə lazımsa zərif, bayağı olmayan görkəmi təmir bitəndən sonra üzə çıxacaq. Yuxuya gedəndə də gözləri önünə zalın necə olacağı gəlirdi. Hələ təmiri yarımçıq olan qonaq otağına baxanda o artıq buxarını, şirmanı, kitab taxtçasını, hərəsi bir tərəfə atılmış kətilləri, divarlardakı rəflərə düzülmüş qab-qacağı, bürünc avadanlıqları xəyalında canlandırıb öz yerlərində təsəvvür edirdi. Bu məsələlərdə xüsusi zövqləri olan Paşa və Lizankanı necə heyran edəcəyini düşündükcə sevinirdi. Çünki onlar belə olacağını qətiyyən gözləmirlər. Hər şeyin bir kübarlıq tərz verən köhnə əşyalar tapmağı və almağı o xüsusilə gözəl bacarmışdı. Evdəkiləri heyrətə gətirmək üçün məktublarında bilərəkdən hər şey olduğu kimi deyil, pis göstərirdi. Bütün bunlar onun başına elə qatmışdı ki, hətta sevdiyi yeni vəzifəsi ilə belə gözləniləndən az məşğul olurdu. İclaslarda belə fikir dağınıqlığı yaxasından əl çəkmirdi. Düşünürdü ki, görəsən doğru seçim edibmi, karnizlər düz yoxsa qabarıq olmalıydı mı? O bu mənzili qaydaya salmaq məsələsində elə əlud olmuşdu ki, bu işlərə tez-tez müdaxilə etməkdən çəkinmirdi. Meybelin yerini dəyişir, pərdələri öz asırdı. Bir dəfə divar kağızı yapışdıran naşı ustaya necə üz çəkmək lazım olduğunu göstərmək üçün nərdivana dırmaşdı. Büdrədi və yıxıldı, amma çevik və güclü bir insan olduğuna görə havada cəld çevrildi. Yalnız böyrü üstə pəncərə çərçivəsinin qulpuna çırpıldı. Zədələnən yer ağrısa da tezliklə keçib getdi. İvan İliç bütün bu vaxt ərzində özünü xüsusilə şən və sağlam hiss edirdi. Məktubunda yazırdı ki, sanki 15 yaş cavanlaşmışam. O düşünürdü ki, təmir işləri sentyabrda bitəcək, amma oktyabrın ortalarına can uzandı. Əvəzində gözəl iş görülmüşdü. Bu barədə nəinki özü danışır, bütün görənlər də bunu təsdiqləyirdi. Əslində bu cür evlər varlılara bənzəmək istəyən ortabab yaşayanların hər birinin arzusudur. Qarağacdan meybellər, onların üzərinə çəkilən ağır ştof örtükləri, çiçəklər, xalçalar, bürünc əşyalarla bəzədilən mənzillər mahiyyətcə bir-birinə bənzəyir. Ağlı qarala bütün insanlar məşhurlara bənzəmək üçün həmişə onların etdiklərini yamsılayırlar. Elə şeylər vardı ki, İvan İliç fikir verməyə də bilərdi, amma nədənsə ona maraqlı gəlirdi. Ailəsini dəmir yolu stansiyasında qarşılayıb, həmin işıqlı mənzilə gətirəndə bəyaz qalstuklu xidmətçi çiçəklərə bürünmüş dəhlizin qapıları onların üzünü açdı. Sonra qonaq otağına, iş otağına keçib hayli-maylı oldular. Heyranlıqla içlərini çəkdilər. O çox xoşbəxt idi. Onlara bütün elədiklərini göstərdi. Alqış və təriflər canına yağ kimi yayıldı. Məmnunluqdan çöhrəsinə işıq gəldi. Elə həmin axşam çay süfrəsi arxasında Praskovya Fyodorovna ondan soruşdu ki, yeri gəlmişkən, de görək necə oldu yıxıldın? O güldü və nərdivandan necə uçduğunu, divar kağızı çəkən necə qorxutduğunu danışdı. Əbəs yerə gimnast deyiləm ki, başqası olsaydı ölərdi. Bax, azacıq böyrüm deyib, toxunanda incidir, amma yavaş-yavaş keçir. Sadəcə göyərib. Onlar yerləşdikləri bu təzə mənzildə yaşamağa başladılar. Həmişə yaxşı yaşayanda nəsə çatışmır. Bu qənaətə gəldilər ki, yeni avadanlıqlar olan bir otağa ehtiyac var. Həm də maaş 500-də artıq olsaydı əl olardı. Bununla belə hər şey çox yaxşı idi. Xüsusilə hələ yerlənib yataqlanmaq axıra çatmamış, ilk vaxtlarda hər şey qaydasında idi. İş davam edirdi. Nəsə alınır, sifariş verilir, bəzi avadanlıqların yeri dəyişdirilir, qaydaya salınırdı. Görüləsi işlər çox idi. Ər-arvadan razılaşmadığı bəzi şeylər də vardı, amma hər ikisi ilə məmnun idilər ki, istənilən məsələdə yaranan belə hallar çox da böyük olmayan mübahisə ilə yekunlaşırdı. Mənzilin qaydaya salınması işləri bitəndən sonra bir qədər də darıxdırıcı oldu. Ancaq bu zaman təzə tanışdıqlar, vərdişlər həyatlarına yeni çalarlar qatdı. Səhərləri məhkəmədə keçirən İvan İliç nahara evə gəlirdi. İlk vaxtlar kefi kök idi, amma yenə də evdə bəzi şeylər ona əziyyət verirdi. Amma ümumilikdə götürəndə İvan İliçin həyatı özünün düşüncəsinə görə necə lazımdırsa elə də gedirdi.
rahat, ürəyi istəyən kimi və gözəl. Səhərlər 9-da durub kofe içir, qəzet oxuyur. Sonra rəsmi paltarını, vismundirini geyinib faytonla məhkəməyə yollanırdı. Orada artıq işinə qapılırdı. Ərizəçilər, dəftərxanadan verilən arayışlar, məhkəmə iclasları, mühazirə və təşkilatçılıq məsələləri. Bütün bu məsələlərdə rəsmi işlərin düzgün axıcılığına həmişə xələl gətirən, alayarımçıq və həyati olan hər şeyi ayırmağı bacarmaq lazım idi. Rəsmiyyətdən kənar insanlarla heç bir əlaqələrə yol verməməli və münasibətlər yalnız rəsmi olmalı idi. Məsələn, kimsə gəlib nəsə öyrənmək istəyir. Çoxdan işləyən rəsmi bir vəzifə sahibi kimi İvan İliçin belə bir insanla heç bir əlaqəsi ola bilməz. Ancaq bu şəxs ərizəsinin bir küncündə hansı quruma aid olduğunu göstərirsə, müəyyən münasibətlər çərçivəsində İvan İliç hər şeyi həll etməyə çalışır, nəzakətli davranıb insani münasibət göstərir. Amma xidməti münasibətlər bitən kimi qalanları da sona çatır. Şəxsi həyatı ilə xidməti aləmi bir-birinə qarışdırmamağı İvan İliç əla bacarırdı. Bu işi istedadla və uzun illərin təcrübəsi sayəsində elə cür təkmilləşdirmişdi ki, hətta hərdən zarafatyanə da olsa bu münasibətləri qarışdırmaqdan çəkinmirdi. O, belə bir addımı öz gücünə bələd olduğuna görə atırdı. Bilirdi ki, lazım olanda yenidən rəsmiyyətə sığınıb həyatdan qaynaqlanan digər münasibətləri kənarda qoya biləcək. İvan İliçin bu işi nəinki rəvan gedirdi, həm də xoş və gözəl bir tərzdə davam edirdi. Fasilə zamanı o papiros çəkir, çay içir, bir qədər siyasət, biraz ümumi işlər haqda kart oyunu barədə söhbət edir. Ən çoxu isə təyinatlardan danışırdı. Yorğun, amma öz işini məharətlə görəndən sonra orkestrini məmnunluq hissi ilə tərk edən usta bir skripkaçı kimi evinə qayıdırdı. Evdə qız anası ilə harasa getmiş olurdu. Ya da qonaq qəbul edirdilər. Oğlu isə gimnaziyada repetitorla dərslərini hazırlayır, öyrədilənləri yaxşıca mənimsəyirdi. Hər şey yaxşı idi. Qonaq qara olmayanda İvan İliç bəzən haqqında çoxlu bəhs edilən hansısa bir kitabı oxumağa girişirdi. Axşam isə işlənməyə otururdu, yəni kağızları oxuyur, ifadələri müqayisə edir və onları qanunlara uyğunlaşdırırdı. O bu işləri görəndə nə darıxırdı, nə də əylənirdi. Amma kart oynamaq imkanı yarananda kağızlarla əlləşmək darıxdırıcı olurdu. Yox, əgər kart oynamağı kimsə yox idisə, rəsmi yazılarla başını qarışdırmaq, hər halda tək başına və ya həyat yoldaşı ilə oturmaqdan daha yaxşı idi. İvan İliç yığcam qonaqlıq süfrələri təşkil etməkdən zövq alırdı. Oraya cəmiyyətin seçkin kübar xanımlarını, kişilərini dəvət edirdi. Onlarla vaxt keçirməsi isə adi qaydada olur, heç nə ilə seçilmirdi. Məclis keçirilən qonaq otağı da elə dəvətlərin özlərininki kimi idi. Hətta bir dəfə evdə ziyafət axşamı keçirib rəqs edirdilər. İvan İliçin kefi saz idi, məclis əla gedirdi. Ancaq tort və konfet üstə arvadı ilə möhkəm ağızlaşmışdı. Praskovya Fyodorovnanın öz planı vardı. Ancaq İvan İliç dirəşib hər şey bahalı şirniyyatçıdan aldırmışdı. Çoxlu tort götürmüşdülər. Mübahisələr də ona görə idi ki, xeyli tort qalmışdı. Şirniyyatçıya isə verəcəkləri pul 45 rubla çatmışdı. Davaları böyük və qorxunc alındı. Praskovya Fyodorovna ona axmaq mızı dedi. O isə başını əlləri arasına aldı və ürəyindən boşanmaq haqqında bir fikir keçdi. Amma ziyafət axşamı əyləncəli keçirdi. Buraya seçkinlər yığışmışdı və İvan İliç Knyaginya Trufonova ilə rəqs edirdi. Bu xanımın qardaşı məşhur Dərdimə bir çarə qıl cəmiyyətinin təsisçisi idi. İvan İliçin işlə bağlı keçirdiyi fərəh hissi özünü vurğunluqdan irəli gəlirdi. Cəmiyyətlə bağlı sevinci şöhrətpərəstliyinə görə idi. Könlünü əsas şad edən isə kart oyunuydu. Etiraf edirdi ki, həyatında baş verən xoşagəlməz hər şeydən, istənilən hadisədən sonra onu özünə qaytaran, hamının önündə sevincinin aşıb-daşması səbəb olan, hayküyçü olmayan yaxşı oyuncularla oturub kart oynamasıdır. Özü də hökmən dördlükdə. 5 nəfərlik oyunda nə qədər özünü təmkinlə aparsan da, kənarda qalmaq adama əzab verir. Ağıllı, ciddi oyun oynaması və ardınca da şam yeməyi ilə bir stəkan şərab içməsi. Kart oynayandan sonra yatmaq vaxtı, xüsusilə də azacıq əli gətirəndə İvan İliç xoş əhval-ruhiyyə içində yerinə girib uzanırdı. Ömür günləri beləcə keçirdi. Oturub durduqları insanlar cəmiyyətin ən yaxşıları idi. Mötəbər adamlarla, gənclərlə təmasda olurdular. Çevrələrindəki insanlara münasibət baxımından ər-arvad və qızları tamamilə həm də qeyd-şərtsiz həmrəy idilər. Divarlarındakı rəflərdə Yapon qab-qacağı düzülmüş qonaq otaqlarına milçək kimi doluşmağa cəhd eləyən gərəksiz tanış bilişlərini, kasıb-küsub qohum əqrabalarını özlərindən yavaş-yavaş uzaqlaşdırırdılar.
Tədricən elə şərait yaratdılar ki, onlara qırsaqqız olan həmin adamların ayaqları evlərindən kəsildi və Qalovinlər ən seçkin və münasib bildikləri insanlarla oturub durmağa başladılar. Gənclər Lizankanın başına fırlanırdı. Dmitri Ivanoviç Petrişyevin yeganə varisi olan oğlu da həmçinin. O məhkəmə müstəntiqi idi. Lizaya meyil göstərirdi. İvan İliç onları üç atlı faytonda gəzinti təşkil etmək və ya tək qalmaları üçün bir şərait yaratmaq barədə artıq Praskovya Fyodorovna ilə söhbət də etmişdi. Həyatları beləcə keçirdi. Hər şey əvvəlki qaydası ilə davam edir və onlar çox məmnun idilər. 4-cü fəsil. Evdə hamı cümrah və sağlam idi. İvan İliç isə hərdən ağzında qəribə dad əmələ gəldiyini və sol böyründə nəsə narahatçılıq hiss etdiyini bildirirdi. Amma buna hələ xəstəlik demək olmazdı. İş elə gətirdi ki, ağrıları başlamamışdan öncə onun bu narahatçılığı bütün ruhuna hakim kəsilərək artıb çoxalmağa başladı. Ovqatının bu cür pisləşməsi gündən-günə gücləndi. Qalovinlər ailəsində yaranmış rəvan və xoş həyat tərzini korlanmağa başladı. Ər-arvad tez-tez dalaşıb küsüşürdü. Evdəki dinclik və xoş ab-hava tezliklə qeyb oldu. Nizam-intizamı əməl etmək müşkülə çevrildi. Əvvəlki səhnələr yenidən canlandı. Artıq nadir hallarda bu cütlük bir-biri ilə dava-şavasız ötüşə bilirdi. İndi Praskovya Fyodorovna ərinin dözülməz xasiyyəti olduğunu əsassız söyləmirdi. Hər şey şişirtməyə vərdişkar olan bu qadın ərinin xasiyyətinin həmişə bu cür ağır və dəhşətli olduğunu söyləyirdi. Deyirdi ki, yalnız mənim kimi mərhəmətli birisi buna 20 il dözə bilər. Doğrudan da davadalaşa indi 1-ci İvan İliç başlayırdı. Daha çox da şorbaya görə irad bildirməsi bir qayda olaraq daim nahar vaxtı yemək süfrəsi arxasına keçəndə olurdu. O gah qablardan hansısa birinin yararsız hala düşdüyünə, gah yeməyin yaxşı olmadığına, oğlunun süfrəyə dirsəkləndiyinə, qızının saç düzümünə iradlarını bildirirdi. Bütün bunlara görə isə Praskovya Fyodorovnanı günahkar sayırdı. Praskovya Fyodorovna əvvəlcə etiraz edib ona ağır cavablar qaytarırdı. Sonra bir-iki dəfə ərinin nahara başlayanda necə əsəbləşdiyini gördü. Bunun yemək yeyəndə üzə çıxan xəstəlik əlaməti olduğunu anladı və özünü sakitləşdirdi. Artıq etirazlarını bildirmir, sadəcə naharı tez bitirməsi üçün onu tələsdirirdi. Praskovya Fyodorovna təvəzzökarlıq edib onun qulluğunda durmasını böyük bir iş sayıb qürurlanırdı. Ərinin dəhşətli xasiyyətinin ömrünü yaman günə qoyduğunu düşündükcə özünə yazığı gəlməyə, belə bir həyat sürdüyünə peşman olmağa başladı. Peşmançılıq keçirdiyi qədər də ərinə nifrət edirdi. Artıq onun ölməyini arzulayırdı. Həm də istəyirdi ki, ölməsin, çünki ailənin dolanışığını o təmin edirdi. Bu his Praskovya Fyodorovnanı ərinə qarşı daha çox qıcıqlandırırdı. O özünü dəhşətli dərəcədə bədbəxt hesab edirdi. Hətta ərinin ölümünün belə onu xilas edə bilməyəcəyini düşünür, hirslənir və bunu gizlətməyə çalışırdı. Bu yüzdən içində çəkdiyi hirsi hikkəsi 1-5 artırdı. İvan İliç tamamilə ədalətsiz olduğu bir hadisədən sonra özü əsəbi olduğunu boynuna aldı. Bunun xəstəlikdən irəli gəldiyini dedi. Arvadı isə ona mütləq müalicə olunmasını söylədi və tələb etdi ki, məşhur həkimin yanına getsin. O, həkimin yanına getdi. Hər şey gözlədiyi kimi oldu. Burada nə vardısa həmişəki kimi idi. Gözləmə otağındakı təşviş, özünün də məhkəmədə etdiyi kimi həkimin öz işini həddən artıq əhəmiyyət verib qürrələnməsi, ağrıyan yerini taqqıldatıb dinləməsi, qabaqcadan gərəksiz cavablar bilinən suallar. Hər şey bizim əlimizdədir. Tək ki siz razılaşın. Şübhəsiz ki, biz hər şey necə etmək lazım olduğunu bilirik. İstənilən məsələni yoluna qoymağı bacarırıq. Kimi onu özünə qapılmağa təlqin edən görüntü xatirinə olan hərəkətlər. Eynən hər şey məhkəmə sistemindəkinin təkrarı idi. Özünü məhkumlara qarşı necə aparırdısa, eyni hərəkəti bu məşhur həkim də ona qarşı edirdi. Həkim deyirdi: Filan şeylər göstərir ki, sizin daxili orqanlarınızda filan proseslər gedir. Bunlar filan kəslərin məniləri təsdiqini tapmasa, o zaman sizdə filan şeylərin baş verdiyi güman etmək olar. Yox, əgər o zaman güman etsək ki, filan şeylər və s. və ilaxır. İvan İliç üçünsə bu məqamda əhəmiyyətli olan bircə məsələ vardı. Vəziyyəti təhlükəlidirmi, yoxsa yox? Amma həkim bu yersiz suala məhəl qoymadı. Həkimlik nöqteyi nəzərindən bu sual mənasız idi və müzakirə mövzusu deyildi. Bu vəziyyətdə yalnız yerini dəyişən böyrək, silikli qişanın iltihabı və kör bağırsaq xəstəliyi kimi ehtimal edilən şeylərdən danışmaq olardı. İvan İliçin həyatının təhlükədə olub-olmaması ilə bağlı heç bir problem yox idi. Sadəcə yerini dəyişən böyrək və kör bağırsaq məsələsi çaşqınlıq yaradırdı. Həkim bu məsələni İvan İliçin gözləri önündə kör bağırsağın xeyrinə həll elədi.
Düzəliş edib dedi ki, sidiyin analizi ortaya yeni dəlillər çıxarda bilər və onda iş təkrar gözdən keçiriləsi olacaq. İşin bu gedişatı eynən İvan İliçin min dəfələrlə müttəhimlər üzərində məharətlə həyata keçirdiyi tərzdə idi. Həkim də ustalıqla və təmtəraqla gəldiyi nəticəni, xülasəni bildirdi. Hətta bir qədər də təkəbbürlə gözlüyünün üstündən müttəhimə baxırmış kimi ona nəzər saldı. Bildirilən xülasəyə görə İvan İliç belə bir nəticəyə gəldi ki, vəziyyət pisdir. Həkiminin nə vecinə? Hə, deyəsən dərdsəri heç kimin eyninə deyil, onun isə halı yaxşı deyil. Ona görə də bu xülasə İvan İliçin mənliyinə toxundu. Özünə çox yazığı gəldi. Eyni zamanda bu cür vacib bir məsələyə həkimin etinasız yanaşmasına çox qəzəbləndi. Amma heç nə demədi. Ayağa durub, pulu masanın üstünə qoydu. Köksünü ötürüb, "Biz xəstələr, görünür sizə tez-tez yersiz suallar veririk," dedi. "Ümumiyyətlə, bu qorxulu xəstəlikdir, ya yox?" Həkim gözlüyünün arxasından ciddi şəkildə onu süzdü. Sanki söylədi ki, "Ey müttəhim, əgər siz sual verməkdə həddinizi aşsanız, mən məcbur olub sizi məhkəmə zalından çıxarmağınıza göstəriş verəcəm." Həkim, "Nə etməyin münasib və lazım olduğunu artıq sizə demişəm. Sonrasını aparılan müəyyinələr göstərəcək," dedi və yüngülcə baş əyərək sağollaşdı. İvan İliç aramla oranı tərk etdi. Dilxor halda faytona əyləşib evə yollandı. Yol boyunca həkimin dediklərini götür-qoy elədi. Deyilmiş dolaşıq, qəliz elmi ifadələri sadə dilə çevirib sualına cavab axtardı. Anlamağa çalışdı ki, vəziyyətimin pis olduğunu başa düşdüm. Yaxşı, bu hal çox pisdir, yoxsa hələ toya getməlidir. Ona elə gəldi ki, həkimin sözlərinə görə vəziyyət çox pisdir. Küçədə bacada nə varsa İvan İliçə indi kədərli görünürdü. Faytonçular, evlər, piyadalar, köşklər, hamısı qüssə içində idi. Bu küt, bu üzücü, bir an belə ara verməyən bu sızıltı ağrı həkimin müəmmalı sözlərindən sonra artıq başqa əhəmiyyət kəsb edirdi. İvan İliç artıq yeni, ağır bir durumda ona diqqət kəsilməyə məcbur idi. Evə gəlib vəziyyəti arvadına danışmağa başladı. Praskovya Fyodorovna onu dinlədiyi zaman başına şlyapa qoymuş qızı içəri girdi. O, anası ilə harasa getməyə hazırlaşmışdı. O bu darıxdırıcı söhbətə candərdə əyləşib qulaq asmağa başladı. Amma axıra qədər səbri çatmadı. Elə anasının da həmçinin. Arvadı geyinməyə getdi və gedər ayaqda, "Hə, çox sevindim," dedi. "Daha dərmanlarını diqqət edərsən yəqin. Resepti də ver, Gerasimi aptekə göndərim." Arvadı otaqda olan müddətdə nəfəsini dərmədi. O çıxanda dərindən köksünü ötürdü. "Olsun," dedi. "Bəlkə də məndə heç nə yoxdur." O dərmanları qəbul etməyə başladı. Sidik analiz nəticəsində dəyişdirilən həkim təlimatlarının icra olunmasına diqqət ayırdı. Bu zaman müalicəsində nəsə bir anlaşılmazlıq baş verdi. Günah həkimdə idi ya yox, bilinmirdi. Bəlkə də onun dediklərinə düzgün əməl olunmamışdı. Bəlkə də həkim bəzi şeyləri unutmuş, ya yalan söyləmiş, ya da ki, nə isə ondan gizlətmişdi. Ancaq İvan İliç tapşırılanlara düzgün əməl edirdi. Elə buna görə də ilk vaxtlar arxayın idi və təsəlli tapırdı. Həkim yanına gedib gələndən sonra İvan İliç gigiyena və dərmanların qəbulu ilə bağlı onun yazdıqlarına dəqiq əməl edir, ağrısına və orqanizminin fəaliyyətinə ciddi fikir verirdi. İnsan xəstəlikləri və sağlamlığı onun əsas maraq dairəsinə çevrilmişdi. Onun yanında xəstələrdən söz düşəndə, ölənlərdən, sağalanlardan, xüsusilə də düçar olduğu öz naxoşluğundan söhbət açılanda, keçirdiyi həyəcanı gizlətməyə çalışır, deyilənləri dinləyir, danışanları sorğu-suala tutur və eşitdiklərini özünə tətbiq etməyə çalışırdı. Ağrı acısı azalmaq bilmirdi. Amma İvan İliç yaxşı olduğuna inanmaq məcburiyyətində idi. Həyəcanlanmayanda özünü aldada bilirdi. Arvadı ilə aralarında xoşagəlməz münasibət yarananda, xidməti işində uğursuzluq baş verəndə, kart oyununda əli gətirməyəndə elə bil xəstəliyi 1-5 artırdı. Əvvəllər o bu uğursuzluqlara dözür, bütün pislikləri yoluna qoyacağına ümid bəsləyir, əlləşib vuruşub böyük uğurlar qazanacağını gözləyirdi. İndi işlərinin tərs gəlməsi onu ümidsizliyə düçar edirdi. Özünə təsəlli verirdi ki, daha sağalmağa başlayıb, dərmanlar təsirini göstərir, amma bax bu lənətə gəlmiş bədbəxtlik və ya bu xoşagəlməz hadisə. O bu bədbəxtçiliyə və ya xoşagəlməz hadisələr yaşatmaqla onu ölümə sürükləyən insanlara hirslənirdi. Hirs etkənin onu necə məhv etdiyini duyurdu və buna laqeyd qala bilmirdi. Ona aydın olmalı idi ki, düşdüyü vəziyyət və insanlara qarşı bu cür qeyzlənməyi xəstəliyini daha da ağırlaşdırır. Buna görə də xoşagəlməz hallara fikir verməməlidir. O isə tamamilə əksini edirdi. Deyirdi ki, ona
Dinclik lazımdır. Ancaq rahatlığını pozan hər şeyi izləyir, diqqətdə saxlayır və kiçicik bir pozuntu görəndə əsəbləşib özündən çıxırdı. Tibbə aid kitablar oxuması və həkimlərlə məsləhətləşməsi vəziyyətini daha da pisləşdirirdi. Halının ağırlaşması elə aramla gedirdi ki, keçən günləri bir-biri ilə müqayisə edəndə fərqi az görür və özünü aldadırdı. Ancaq həkimlərlə məsləhətləşəndə görürdü ki, hər şey pisliyə doğru gedir. Özü də çox sürətlə. Bütün bunlara baxmayaraq daim həkimlərlə məsləhətləşirdi. Bu ay o başqa bir tanınmış həkimin yanına getdi. O da birinci dəfə üst tutduğu həkim kimi demək olar eyni şeyləri dedi. Ancaq məsələni ayrı cür qoydu. Bu məşhurun verdiyi məsləhətlər İvan İliçin şübhə və qorxusunu xeyli artırdı. Yaxın yoldaşının dostu olan çox yaxşı bir həkim də onun xəstəliyinə tamamilə başqa bir diaqnoz qoydu. Baxmayaraq ki, sağalacağını əmin etdi, öz sualları və məsləhətləri ilə İvan İliçi daha çox çaşdırıb şübhələrini artırdı. Homeopat isə İvan İliçdə bir qədər fərqli xəstəlik olduğunu bildirdi və ona dərman verdi. İvan İliç hamıdan gizli onu düz bir həftə qəbul etdi. Bir həftədən sonra heç bir dəyişiklik hiss etmədiyinə görə əvvəlki kimi bu müalicəyə də inamını itirdi. Ruhdan düşüb daha da məyus oldu. Bir dəfə tanışı olan qadın ikonalarla müalicə barədə ona söhbət açdı. İvan İliç diqqətlə dinləyib deyilənlərə inandığının fərqinə vardı və bu onu qorxuya saldı. Yəni, mən bu dərəcə ağlımı itirmişəm, dedi. Bunlar boş şeylərdir axı. Bunların hamısı cəfəngiyatdır. Bədgümanlığa qapılıb təslim olmaq lazım deyil. Bir həkimi seçib onun müalicələrinə ciddi əməl etmək lazımdır. Belə də edəcəyəm. Daha hər şey qurtardı. Daha bu barədə düşünməyəcəm və yaya qədər müalicəmi ciddi şəkildə davam etdirəcəyəm. Onda hər şey məlum olacaq. Daha tərəddüdlərə son verirəm. Bunları demək asan, amma yerinə yetirmək mümkün deyildi. Böyründəki ağrı elə bir həmişəlik özünə yer eləmişdi. Getdikcə daha da artır, üzüb onu əldən salırdı. Ağzındakı dad isə gündən-günə kəskinləşir, ətrafa iyrənc bir qoxu yayırdı. İştahı ölmüş, gücü zəifləmişdi, özünü aldatmaq olmazdı. İvan İliçin başına gələn bu dəhşətli hadisə o qədər ciddi bir şeydi ki, həyatında heç vaxt belə bir mühüm məsələ ilə qarşılaşmamışdı. Yalnız özü bu barədə bilirdi. Ətrafındakı insanlar isə onu başa düşmür və ya başa düşmək istəmirdilər. Elə düşünürdülər ki, hər şey dünyada necə var, elə də davam edir. Bu isə İvan İliçi daha çox ağrıdırdı. O görürdü ki, evdəkilər, xüsusilə də səfərə çıxmağa qızğın hazırlıq görən arvadı ilə qızı heç nə başa düşmür. Sanki küskün və tələbkar olduğuna görə günahkarmış deyə ondan inciyirdilər. Hərçənd bunu gizlətməyə çalışırdılar. Onlara bir mane olduğunu o da anlayırdı. Amma arvadı ona qarşı elə bir münasibət tərzi yaratmışdı ki, ərinin nə dediyindən və nə iş gördüyündən asılı olmayaraq öz bildiyini edirdi. Onun münasibəti isə tanışlarına dediyi bu fikirlərində özünü biruzə verirdi. Bilirsinizmi, İvan İliç bütün yaxşı insanlar kimi müalicənin şərtlərinə ciddi əməl edə bilmir. Bugün o damcı dərmanını qəbul edir və yemək yeyir, məsləhət olunduğu kimi vaxtında yatağa girir. Səhərsi isə mənim gözümdən yayınınca dərman qəbul etməyi unudur. Nərə balığı yeyir, ona qəti olmaz. Üstəlik hələ saat 1-ə qədər kart oynamağa da qurşanır. Axı haçan, deyə İvan İliç pərtliklə soruşur. Belə hal bircə dəfə Pyotr İvanoviçgildə olanda baş verib. Bəs dünən şebeklə oynayan kim idi? Onsuz da ağrıdan yata bilmirdim. Bu gedişlə sən heç vaxt sağalan deyilsən və bizi də zülmə salmısan. Başqalarına və onun özünə dediklərində Praskovya Fyodorovnanın fikri belə idi ki, xəstəliyinə görə günahkar İvan İliçin özüdür və bununla da o arvadına yeni sıxıntılar yaradır. İvan İliç hiss edirdi ki, bütün bunları Praskovya Fyodorovna özündən ixtiyarsız deyir. Bununla belə onun sözlərinə dözmək çətin idi. Məhkəmədə İvan İliç özünə qarşı qəribə münasibət yarandığını görürdü. Zənn edirdi ki, tezliklə işini buraxıb gedəcək və yeri boşalacaq bir adam kimi ona göz qoyurlar. Hərdən də elə bilirdi ki, dostları onun vassallığına, bədgümanlığına zarafatla gülür. Sanki içini gəmirən dəhşətli, ağlasığmaz hisslər ona lağ edilməsinə səbəb olur. Xüsusilə də şuxluğu, həyatsevərliyi və nəzakəti ilə İvan İliçi özünün 10 il əvvəlki vəziyyətini xatırladan Şvarsın davranışları onu əsəbləşdirirdi. Dostları kart oynamaq üçün yığışıb oturmuşdu. Yeni kartlar olduğu üçün qarışdırıb paylayırdılar ki, əlləri öyrəşsin. Qırmızı kərpiclərin 7-si birdən üst-üstə düşmüşdü. Oyun daşı, kozursuz oynayırıq, dedi. Və ona 2 qırmızı kərpic götürdü. Bundan yaxşı nə ola bilər?
Hər şey əla olmalıdır, əli gətirməlidir. Bu kartlar ona hər şeydən qoruyacaq. Bu zaman İvan İliçin içini ağrı gəmirməyə başladı. Yenə də ağzından həmin o dad gəldi. Ona elə gəlirdi ki, belə məqamda oyundan ləzzət almaq, əlindəki kartlara sevinmək üçün ən azından gərək adamlıqdan kənar olasan. O, oyundaşı Mikhail Mixayloviçin kartları necə sevinc içində masanın üstünə vurmasına baxır, vurduqlarını qamarlayıb götürmür, nəzakətlə onu İvan İliçə sarı ötürürdü. Belə edirdi ki, əlini uzadıb çətinlik çəkməsin, sadəcə kartları yaxınlığından götürüb zövq alsın. İvan İliç, yəqin o mənim həddən artıq zəiflədiyimi fikirləşir. Elə bilir özüm əlimi uzadıb kartları götürə bilmərəm, düşünürdü. Bunları fikirləşdikcə kozırları unudur, düzgün oynamır, 3 kartla uduzur. Ən dəhşətlisi isə odur ki, Mikhail Mixayloviçin necə əziyyət çəkdiyini görürdü, amma heç maraqlanmırdı. Niyə maraqlanmadığını, nədən vecin olmadığını düşünəndə isə dəhşətə gəlirdi. Hamı onun əzab çəkdiyini görür və təklif edirdilər ki, yorulmusunuzsa oyunu dayandıra bilərik, siz istəyirsinizsə dincəlin. Dincəlmək? Yox, o qətiyyən yorulmayıb, oyun dövrəsi bitməyib, onu başa vurmaq lazımdır. Hamı qaşqabaqlı və susqun idi. İvan İliç bu ovqatı onlara özünün bəxş etdiyini anlayır və bu qanqaraçılığı aradan qaldıra bilməməkdə acizliyini duyurdu. Onlar şam edib dağılışdılar. İvan İliç yalqız qalınca həyatının zəhərə döndüyünü və bu ovqatın başqalarını da sirayət edib necə incitdiyini düşündü və bu halın getdikcə zəifləmədiyini, varlığını daha çox sardığını anladı. Bu düşüncələr içində həm də canının ağrısı ilə və hətta qorxu içində uzanıb yatmalıydı. Çox vaxtda gecəni sızıldaya-sızıldaya oyaq qalmağa məcbur olurdu. Səhər ayağa durub geyinmək, məhkəməyə getmək, danışmaq, yazmaq lazım idi. Getməsə evdə keçirəcək sutkanın 24 saatının hər biri əzablı olasıdır. Ölümün astanasında bu cür yalqız yaşamağa məcbur idi. Çünki onu başa düşüb dərdinə şərik olan heç kim yox idi.